Herkese salam. Yeni bir vloga başlayıram. Bilirəm neçə vaxtdır vlog yox idi, çünki imtahanları verirdim və nəhayət ki, təbrik edə bilərsiniz, imtahanlar bitdi. Bugün isə anamın rəfiqəsi ilə qonaq getdik. Çünki onlar Rusiyadan təzə gəliblər. Biz onların bağına getmişdik. Oturduq, çay içdik, yemək yedik və çıxdıq, biraz çöldə oturduq. Söhbət elədik və onların bir hiperaktiv iti de var. Adı Sirius'tu. Ve siz hiç deyersiniz ki bu boyda itin bir yaşı var. Gördüğünüz kimi hovuzu da var idi. Sözün düzü hovuzda üzmek isterdim ama bu defa hava imkan vermedi. Səhəri gün isə getdik bacımla dayım qızı üçün hədiyyə axtarmağa, çünki ad günüsü olmalıdır. Və girdik kanselyariya mağazasına. Baxdıq görək 10 yaşlı qıza nə axtara bilərik. Və qabağımıza belə bir 2 mikrofon olan kolonka çıxdı qabağımıza. Amma fikirləşdik ki 10 yaşlı uşaq üçün kolonka və mikrofon nə üçün lazımdır, ona görə keçdik o birisi mağazaya. Ve biz yeni açılmış bir mağazaya getdik. Adı Sensei'di. Bilmirəm siz bu mağazanı tanıyırsınız, olmuşsunuzsa rəy bölməsində yazın mütləq. Düzünü desəm mən onun Hacı Aslanovda yerləşən digər filialında olmuşdum. Xoşuma gəlmişdi. Hətta özümə bir neçə paltar almışdım. Bu dəfə isə fikirləşdim ki, Neapol dairəsindəkini yeni açılan filialına gedək. Və demək olar ki, artıq 10 gündür ki, açıqdır. Sözün düzü, şokdayım desəm yalan olar. Çünki mağazada demək olar ki, heç bir paltar qalmamışdı. Xüsusilə də qadın və uşaq geyimləri çox az idi. Biz isə uşaqlar üçün çimərlik geyimi almaq istəyirdik. Çünki demişdilər ki, köhnə çimərlik geyimləri artıq onlara balacadır. Amma təbii ki, tapa bilmədik. Çoxlu qəşəng ev əşyaları, xırda şeylər, vazalar və xüsusilə də fincanlar tapdıq. Həm də orada müxtəlif rənglərdə çox qəşəng maykalar, fərqli formalarda güpürlü bodilər var idi. Hamısını çox bəyəndim, amma heyif ki, ölçülər qalmamışdı. Uşaqlara nəsə almağa getmişdik, amma axırda özümüzə nəsə aldıq. 4 şey aldıq, cəmi 50 manat çıxdı. Bu organizer aldım mən. Kosmetika üçün. Sonra bacım belə bir dənə mayka aldı. Çox gözəldi. Cəmi 5 manat. Mən bilmirəm belə qiymətlər harda var. Sonra belə bir dənə futbolka. Bu da, bunun qiyməti də 5 manatdır. Sonra belə bir dənə pijama. Pijama da evdə giymək üçün də olar. Qısa qol köynə, bir də şortik. Çox qəşəngdir. Bu qədər. İndi keçirik makyaj stoluna və təzə orqanizerlərimizə. Tez qurtarmaq üçün işi bölüşdürdük. Mən keçdim o biri otaqları tozsoranlamağa. Bacım da başladı ən çətin hissədən. Bu qədər kosmetikanı yığışdırmağa. Qızlar, özünüz bilirsiniz də, kosmetika elə şeydir ki, dünyalarca alırsan, amma axırda cəmi 1-2 kosmetika istifadə edirsən. Mən məsələn son vaxtlar hiss eləmişəm ki, zövqüm çox dəyişib. Əvvəllər elə fikirləşirdim ki, qəşəng makyaj alınsın deyə paletləri almalıyam, parlaq makyaj eləməliyəm, amma indi daha çox təbii, yüngül makyaj sevirəm. Sadəcə yüngül ton, biraz konsiler, biraz ənlik, dodaq, gloss ya da karandaş. Cəmi 5 dəqiqəmi aparır. Maksimum 30 dəqiqə. Bacım isə əksinə, o ümumiyyətlə vizajist olmaq istəyir. Bu tam onun sahəsidir. Hətta sizə belə deyim, mənə 2-3 dəfə toya bəzəyib, saçımı düzəldib, çox qəşəng qalınmışdı. Və salonda elədiyim makyaj fərqlənmirdi. Və məndən fərqli olaraq o bu işi super bacarır. Məsələn, mən özümdə tünd kölgələri, smoky eyes heç sevmirəm. Mənə elə gəlir ki, mənə yaraşmır ya da sadəcə özüm makyaj elə bilmirəm. Amma bacım əksinə özünü çox qəşəng bəzəyir. Karandaşla elə qəşəng oxlar çəkir, gözünün ətrafını doldurur.
konturing, ənlik hər şey ideal eləyir. Və dediyim kimi o qədər kölgələr, pomadalar isə elə belə qalır. İldə bir dəfə bəlkə dediyim kimi toya istifadə olunur. Və bacım da elə indi bütün bu yığılanları tək-tək yoxlayır, vaxtı keçənləri atır, fırçaları, paletləri yerinə yığır. Bu arada orqanayzer doğrudan da çox rahat çıxdı. Qızlar, və mənə çox maraqlıdır. Bəs siz hansı makiyajı daha çox sevirsiniz? Kölgələrlə tam makiyaj edirsiniz, yoxsa mənim kimi tez bazar və təbii olanı sevirsiniz? Mütləq rəy bölməsində yazın. Və mən o biri otaqları bitirənə qədər bacım buranı artıq qurtardı. Baxın görün necə səliqəli və qəşəng alındı. Qızlar, indi marketdən gəldi və nə qədər xərclədik? 30 manatlıq bazarlıq. 3 dənə makaron, axşama spagetti hazırlayacağıq. Sonra bu xama, bu qaymaq, soус eləyəcəm qaymaqlı spagetti üçün. Mama Coca-Cola Zero istədi. Sonra köklə salat eləyəcəyik. Çəkəcəm sizə. Sonra bu qarğıdalı, o da salat üçün olacaq. Sonra bu özümə kofe aldım, bir dənə, bir də kəsmik. Mən 0% olanı həmişə alıram. Bir də toyuq. Bunu da duxovkaya qoyacaq mama. Spagetti ilə bir yerdə. İşte bu qədər. Qızlar, biz həmişə belə kapsullar istifadə edirik. Paltar yuyanda göstərəcəm sizə. Kapsullardır. Təmizlik mallar satılan mağazadan alırıq həmişə. Burada bilmirəm nə qədərdir. 61 yazılıb. 61 dənədir. Bir aya bizə bəs olur və bu sizə deyim ucuzdur. Hansına ki baxaq, o birisi kilo ilə satılanlara baxsaq, bu ucuz olur. Və burada kondisioner də var. Yaxşı iyi gəlir paltarlardan. Bir də göstərmək istəyirəm ki, sizə axır vaxtlar ən çox işlətdiyimiz şampunlar Faberlikindir. Əsasən də Çorny Tmin, bir də Krapiva, Keçirtkan. Bunlar istifadə edirik. Çox yaxşı kömək olur saçlara uzatmaq üçün. Və dediyim kimi axşama salat hazırlayacağım. Salatımız isə tərəvəzlərdən ibarət olacaq. Sos həm xama istifadə edə bilərsiniz, həm mayonez. Biz xama istifadə elədik. Salat üçün 2 ədəd kök götürdüm, rəndədən keçirtdim. Sonra 4 qaynadılmış yumurta götürüb onları kub formasında doğradım. Siz onları istədiyiniz formada, uzun və ya başqa formada kəsə bilərsiniz. Və bura 2 ədəd xiyar əlavə edirik. Mən uzun sol formada kəsdim, amma anam dedi ki, kvadrat formada kəsməli idim, çünki belə dadı dəyişir. Siz bura turşu xiyar da əlavə edə bilərsiniz. Məncə turşu xiyarla daha dadlı olacaqdır. Bir də qarğıdalı əlavə edirik. Bunları hamısını əlavə etdik. Duz vurub yaxşıca qarışdırırıq. Axırda isə 20% xama ya da dediyim kimi mayonez istifadə edə bilərsiniz. Və salam, axşam üçün salatımız da hazırdır. Salatdan başqa axşama toyuq hazırladıq sobada və əlavə olaraq yanında makaron tomat sousu ilə. Bu isə vlogun 3-cü günüdür. Bəli, mən vlogu 3 gün çəkirdim. Gedirəm Temu bağlamalımı götürməyə və evə qayıdıb bir yerdə açacağıq. Bu dəfə çox şey mamaya sifariş eləmişdim. Çünki çoxdan mamaya heç nə sifariş eləmirdim.
və bir neçə çimərlik geyimləri aldıq. Birincisi özümə yay üçün dənizə gedəndə bir dənə çanta sifariş elədim. Sizə deyim ki, oradakı qiymətinə baxmayaraq çanta çox keyfiyyətli hazırlanıb. Sonra keçək anamın sifarişinə. Anam özünə ağ rəngdə kimonoya bənzər düyməli köynək sifariş etmişdi. Kətandan hazırlanıb. Materialı da çox yaxşıdır, bədənə çox xoş gəlir. Məncə bu plus size xanımlar üçün çox uyğun bir koftadır. Eyni sözləri şalvar haqqında da deyə bilərəm. O da kətandandır. Bədənə çox xoş oturur, rəngi də qəşəngdir. Ən əsası isə içi göstərmir. Məncə belə materialın ən böyük problemləri məhz budur. Sonra isə keçək çimərlik geyimlərinə. Anam ayrıca olaraq çimərlik geyiminin bir alt hissəsini və 3 fərqli üst hissəsini sifariş edib. Üst hissələri müxtəlif rənglərdədir. Biri leopard, qara və ağ. Alt hissəsi isə qaradır. Onları bir yerdə də geymək olar. Məncə qara ağla çox yaxşı gedəcək. Həmçinin leopard. Mama daha bir çimərlik geyimi sifariş edib. Bu artıq başqa rəngdədir. Gördüyünüz kimi biraz açıq narıncı rənglərdədir. Bu çimərlik geyimi mənim digərlərindən daha çox xoşuma gəldi. Bilmirəm, mənə elə gəlir ki, yayda parlaq ya açıq rənglər geyinmək lazımdır. Tək çimərlik geyimləri yox, ümumiyyətlə bütün geyimlər açıq rənglərdə olmalıdır. Yayda qara və ya tünd rəngləri geyinməyi sevmirəm. Həm də deyirlər ki, tünd rənglər əksinə günəşi cəzb edir və buna görə də insan onlarda istilənir. Və sonda da axırıncı çimərlik geyimi mənimkidir. Amma təəssüf ki, mənə balaca oldu. Öz S ölçü sifariş etmişdim. Əslində mən S ölçünü geyinirəm, amma elə bil uşaqlar üçün tikilib. Bu çimərlik, ona görə də onu qaytarmağa məcbur oldum. Və bununla da vlogumu bitirirəm. Kanala abunə olmağı və bəyənməyi unutmayın. Növbəti vloqlarda görüşərik. Hələlik.